Salam əziz Azərbaycan dili öyrənənlər, mən Səmən Gül Əvəzli, Azərbaycan dili ədəbiyyat müəllimiyəm. Öncəliklə qeyd edeyim ki, əgər bizim digər videolarımıza baxmaq istəsəniz, dərslərimizə qoşulmaq istəsəniz 2vur2.az deyə bizi YouTube-da, Instagram-da axtarışa verə bilərsiniz. Mənim adım Səmən Gül Əvəzlidir və dərslərimiz barədə əgər WhatsApp üzərindən məlumat almaq istəsəniz 077 325 70 77 nömrəsinə əlaqə saxlaya bilərsiniz. İndi keçək, bugün mən nə haqda danışmaq istəyirəm? Bugün sizə danışacağım ki, zərfin digər nitq hissələrindən fərqləndirilməsi. Biz bilirik ki, zərf hərəkətin necəliyi haqqında bizə məlumat verən nitq hissəsidir. Hansı ki, biz tərzini, zamanını, yerini, miqdarını zərf vasitəsilə bilirik. Və burada bəzi nümunələr yazmışam. Onların, daha doğrusu sözləri yazmışam, homonimli olan sözləri və nümunələr üzərində izah edəcəm. Hansı ki, zərfdə bizdə isim və zərf olaraq işlənə bilən sözlərimiz var. Əsasən hansı sözlərimizdir? Səhər, axşam, sabah, gecə, gündüz, günorta. Məsələn, deyirəm ki, günorta gəldi. Biz bilirik ki, gəldi nədir burada? Xəbər. Mən indi xəbərdən sual verirəm. Nə zaman, nə vaxt, günorta. Düzdürmü? Əgər mən nə zaman, nə vaxt sualını verirəmsə, mən bilirəm ki, zaman mənası bildirmək zərfə aiddir. İsmin nə vaxt deyə bir sualı yoxdur. İsim sualları kimlə, haradır. Zərfin isə məna növləri var və zaman mənalı olan zərflərimiz hansı suallara cavab verir, nə vaxt, nə zaman. Nə zaman sualına cavab verdiyinə görə avtomatik burada zərf, cümlə üzvü olaraq isə zərflikdir. Eyni şəkildə axşam, sabah, gecə, gündüz, günorta. Məsələn, deyirəm, axşam gəldi, nə vaxt gəldi? Axşam gəldi. Sabah gedərik, nə vaxt gedərik? Sabah gedərik. Gecə o da gəlmişdi, nə vaxt? Gecə. Amma mən desəm ki, deməli burada nə oldu? Zərf. Amma mən desəm ki, axşam düşdü, səhər açıldı. Bu tip nümunələrdə diqqət etsəz, biz sual verəndə nə vaxt açıldı demirik. Desəm ki, səhər mağaza açıldı, nə vaxt açıldı, olar. Amma açıldı nə? Səhər. Artıq burada mübtədanın sualına cavab verir. Ümumiyyətlə, ismin sualına cavab verir, nə sualına, nə vaxt demirəm. Buna görə artıq burada isim olaraq işlənib. Və yaxud düşdü nə? Axşam. Amma desəm ki, axşam o həyətə düşdü. Düşdü kim o? Nə vaxt? Axşam. Artıq burada olacaq deməli, zərf nə vaxt sualına cavab verəndə zərf, isim olanda nə. Bunu yadda saxladıq. Yəni, bu digər hər birinə aiddir. Başqa nümunələrdə deyə bilərik ki, məsələn, gecə düşdü, nə düşdü və s. Gəldik və sifət və zərf olaraq işlənən ən çox uşaqların qarşısında pis yaxşı nümunəsi çıxa bilər və digərləri də olur. Burada necə, nə cür və hansı sualı nəyə görə qeyd eləmişəm? Biz necə, nə cür sualına həm sifətdə, həm zərfdə rast gələ bilərik. Ancaq hansı sualına ancaq sifətdə rast gələcək. Buna diqqət edək birinci növbədə. Və yadınızdadırsa, hətta sifətin, belə deyim, düzəltmə sifətləri keçəndə Q-dakı şəkilçisini keçmişdik ki, onlar yalnız hansı sualına cavab verirdi. Yəni, biz necə, nə cürü sifətlə zərf üçün ortaq suallar olaraq adlandırırıq, amma hansı isə sifətə aid edəcək. Və gəldik, nümunələr yazaq bura. Fərqləndirmə əslində çox rahatdır. Çünki biz bilirik ki, sifət nəyin necəliyini bildirir? İsmə aid olur, yəni ismin necəliyini bildirir. Zərf isə feil. Yəni, baxacaq nəyə aiddir? Məsələn, yaxşı qız idi. Məsələn, necə qız idi? Düzdür? Qız idi burada xəbər. Necə? Yaxşı. Qız nədir? İsim. Bu isimdirsə, ismin necəliyini bildirirsə, yaxşı necə olacaq? Yaxşı deməli, burada olacaq sifət. Amma desəm, yaxşı danışdı. Danışdı nə idi? Danışdı xəbər. Necə danışdı? Hansı tərzdə? Yaxşı danışdı, zərf. Cümlədə də zərflik. Və yaxud əyri, burada içini yazmamışam. Məsələn, içi də ola bilər həmçinin. Deyə bilərəm ki, içi bıçaq oradadır. Bıçaq nədir? Burada nöqtə olmayacaq. Bıçaq nədir? İsim, düzdürmü? İsim olduğuna görə, bu isim olduğuna görə. Bunu təyin eləyəndə deməli sifətdir. Amma desəm, iti danışır, iti qaçır. Qaçır, necə qaçır? Hansı tərzdə qaçır? İti qaçır. Artıq burada olacaq zərflik. Və yaxud aydın danışır, necə danışır? Hansı tərzdə danışır? Aydın danışır. Burada aydınımız nə olacaq?
hansı tərzdə danışdığını bildirdiyinə görə olacaq zərf. Amma desəm ki, aydın səsi var. Necə səsi var? Aydın. Səs nədir? İsim. Onu təyin edirsə, onun necəliyini bildirsə sifətdir. Və yaxud dahiyanə. Deyirəm ki, onun dahiyanə fikirləri var. Var nə? Onun fikirləri. İndi burada onun üçüncü nöqtənin söz birləşməsidir deyə var nə? Onun fikirləri mübtəda bir yerdə gedir. Yaxşı, onu başqa cür desək cümləni, amma yenə də fikrə aiddir. O heç. Bunu cümlə üzvü olaraq sadəcə bu cümlədə belə deyim, təhlil eləməyəcək. Amma məsələn, dahiyanə fikirlərini bizimlə bölüş desəm, dahiyanə fikirlərini. Hansı fikirlərini? Necə fikirlərini? Artıq fikir isim olduğuna görə, bu da fikir aid olduğuna görə olacaq sifət. Amma desəm ki, dahiyanə danışırdı. Necə danışırdı? Hansı tərzdə danışırdı? Və yaxud sabiranə çıxış etdi. Necə çıxış etdi? Hansı tərzdə çıxış etmək hərəkət bildirir. Sabiranə də ona aid olduğuna görə deməli nə bildirəcək? Zərf funksiyasında olacaq, hərəkətin necəliyini bildirəcək. Amma desəm ki, sabiranə şeirləri var. Necə şeirləri? Şeirə aid olduğuna görə artıq olacaq orada. Sabiranə şeirləri, şeir isim, isim aldığına görə də sifət olacaq. Gəldik bura. Say və zərf olaraq işlənənlər. Az getdi, çox getdi, dərə təpə düz getdi. Məsələn, az getdi, çox getdi. Az danışdı. Görürsünüz, hərəkətə aiddir. Hərəkətin nə qədər, nə miqdarını bildirir. Hərəkətin nə qədər olduğunu bildirir. Az danışdı, çox danışdı. Təbii ki, burada olacaq zərf. Amma desəm ki, az kitab qalmışdı. Cümlə başlayır, böyük yazaq. Az kitab qalmışdı. Qalmışdı nə? Kitab. Nə kitab? Nə qədər? Az. Burada artıq mən bilirəm ki, kitabın miqdarını bildirdiyinə görə olur say. Amma burada hərəkətin miqdarını bildirdiyinə görə olur zərf. Yəni, buna sadəcə diqqət eləməliyik ki, mənə nəyin miqdarı haqqında məlumat verir. Əgər ismin nə qədər olduğunu bilirsə, az kitab, çox kitab, az dəftər, çox dəftər və s. Çox insan, az insan, insan nədir? İsim, kitab nədir? İsim. Deməli, olacaq orada say funksiyasında. Əgər zərf funksiyasında olursa, hərəkəti bildirəcək. Az danışdı, çox danışdı, az dedi, çox dedi, nə qədər dedi. Gəldik feili bağlama və zərf. Bu çox sevdiyim, belə deyim, nümunələrdəndir. Nəyə görə? Əslində tapılması çox rahatdır, amma maraqlıdır. Biz bilirik ki, feili bağlamanın şəkilçisindən qoşu A-lar var. Hansı ki, dönə-dönə sözündə işlənib əgər feili bağlamadırsa. Məsələn, deyirəm ki, maşın dönə-dönə işıqları yandırdım. Düzdürmü? Burada maşın dönə deyəndə, məsələn, maşın dönəndə nə vaxt yandırdım? Maşın dönəndə, düzdürmü? Yəni, bu mənə məsələn, nə zaman? Anda bilirik ki, feili bağlamanın sualı olaraq zaman zərfliyi olur feili bağlama cümlədə və nə zaman sualına cavab verir. Maşın dönə-dönə, yəni maşın dönəndə işıqları yandırdım. Bu şəkildə əgər bir cümləmiz varsa, bu zaman olacaq nə? Bu feili bağlama olacaq təbii ki. Bir də var deyirəm ki, dönə-dönə, mən bunu dəfələrlə mənasında işlədirəm. Ən çox valideynlər övladlarına deyir, sənə dönə-dönə demişəm ki, bunu belə eləmə. Sənə dönə-dönə demişəm ki, sənə dönə-dönə demişəm ki, məsələn, nəzakətli ol. Aha, burada artıq mən bunu dəfələrlə sözü ilə əvəz eləyə bilirəmsə, mən bilirəm ki, bu olacaq zərf. Nə qədər demişəm? Dəfələrlə demişəm, neçə dəfə demişəm mənasında. Artıq burada olacaq hərəkətin miqdarını bildirir də, dəfələrlə, yəni çox demişəm bunu sənə. Bu mənada olanda olur belə. Eyni zamanda tikə-tikə sözü. Mən deyirəm ki, anam paltarları tikə-tikə mənə baxdı. Yəni, paltarları tikəndə və yaxud tikərək, bu şəkildə olursa, məsələn, mən feili bağlama şəkilçilərini o birini anda qoyuram, araq qoyuram. Bəzən arağı qoyuruq, dilimizə tam yatmır.
Şəxsən mənim özümdə də olur. Ona görə məsələn anda qoyuruq o vaxtı. Deməli bu işi prosesi davam etdirə-etdirə mənə baxır və yaxud maşın dönə-dönə bu proses davam eləyə-eləyə mən işıqları yandırıram. Bu tip bir cümlə olanda deməli araq və ya anda qoyaraq biz onun fe'li bağlama olduğunu müəyyən edə bilərik. Bəs tikə-tikə nə vaxt mən onu zərf olaraq götürəcəm? Deyirəm ki, anam əti tikə-tikə doğradı. Necə doğradı? Hansı tərzdə doğradı? Artıq mənə onun hansı tərzdə doğradığı barədə məlumat verir. O zaman olacaq təbii ki, zərf. Gəldik qoşa-qoşa sözünə. Məsələn, deyirəm ki, paltaryuyanı elektrik cəryanına qoşa-qoşa çöndü mənə baxdı. Yəni nə isə taxırmış, çönüb baxıb. Qoşduğu vaxtda, qoşanda, anda qoyuram. Məsələn, qoşaraq. Və yaxud deyirəm ki, bir də deyirəm ki, zərf olaraq da onlar qoşa-qoşa getdilər. Necə getdilər? Artıq onların hansı tərzdə getdiyi haqqında məlumat verir də. Mənə əl-ələ tutub, məsələn, uşaqlar qoşa-qoşa getdilər. Sinifdən çıxanda deyək ki. Deməli, tərzini bildirəndə dönə-dönə, tikə-tikə, qoşa-qoşa sözləri zərf olacaq. Anda araqla əvəz edib, hərəkət davam edən vaxt başqa bir hərəkət elədiyini bildirəndə və s. Hansı ki, maşın dönə-dönə işıqları yandırdı. Anam paltarı tikə-tikə mənə baxdı. Bu tip bir cümlə olacaqsa, onda olacaq dediyim kimi fe'li bağlama. Gəldik bura qoşma və zərf. Əvvəl, qabaq, sonra, bəri. Əslində bu rahatdır. Nə mənada rahatdır? Əgər qoşma olursa, hala qoşulacaq. Əsasən də bu çıxışlıq hal olacaq da. Məsələn, deyirəm, səndən əvvəl mən gəldim. Biz bilirik ki, qoşma qoşulduğu üzvlə bir yerdə cümlə üzvü olur da, düzdürmü? Ayrılıqda olmur. Gəldim kim? Mən. Nə zaman? Səndən əvvəl. Görürsünüz, mən bir yerdə götürürəm. Dana qoşuldu. Bu qoşmadır. Baxın, eyni mənanı verir, amma məsələn, mən deyirəm ki, əvvəl mən gəldim, sonra sən. Sonra sən. Artıq mən görürəm ki, bu heç bir hala qoşulmur və müstəqil şəkildə işlənir. Deməli, zərfdir. Gəldim kim? Mən. Nə zaman? Əvvəl. Sonra sən. Kimsən? Burada gəldin də olmalıdır. Sadəcə cümlə üzvü ixtisara gedib. Gəldin, nə etdin? Gəldin, kimsən? Nə zaman? Sonra. Bir də bəzən çaşdırmaq üçün nə edirlər? Cümləni uşaq oxumur. Elə baxan kimi görür ki, orada dan var. Ondan sonra da əvvəl ya da bəri, qabaq, sonra var. Məsələn, deyirəm ki, səndən əvvəl bunu istəmişdim. İndi yox. İndi yox. Məsələn, bu cümlədə bu bir qoşulmayıb buna. Yan-yana gəliblər, amma qoşulmayıb. Məsələn, istəmişdim, nə etmişdim? İstəmişdim. Nəyi bunu? Kimdən? Səndən. Nə zaman? Bu tamamlanan xətt olacaq. Hə. Nə zaman istəmişdim? Əvvəl. Görürsün, mənə zaman bildirir bu. Yəni deyirəm ki, əvvəl istəmişdim də, əvvəllər istəmişdim. Bunu indi istəmirəm. O mənada deyirəm ki, kimdən istəmişdim səndən? Görürsün, bu buna qoşulmayıb. Bununla bir yerdə cümlə üzvü olmayıb, müstəqildir. Amma uşaqlar baxır, burada dan var, burada əvvəl var. Deməli qoşulub mən bunu götürürüm. Amma mənaya baxmalıyıq axı ki, səndən, məsələn desəm səndən əvvəl mən gəlmişdim. Hə, burada görürsüz bir yerdə cümlə üzvü oldu, ona qoşulub. Amma burada deyirəm ki, səndən əvvəl bunu istəmişdim. Nə vaxt istəmişdim? Əvvəllər. Yəni buna diqqət eləyirik. Eyni şəkildə əvvəl, qabaq, sonra, bəri. Bir var deyirəm bəri gəl. Görürsüz heç nəyə qoşulmayıb da. Qoşulmaq sözün kökündə qoşmaq var. Nəyəsə qoşulmalıdır, müstəqil olmur. Cümlənin əvvəlində gəlməyəcək o. Onun özündən əvvəl mütləq hal şəkilçili söz gələcək. Deyirəm ki, bəri gəl. Hara gəl? Bəri gəl məsələn. Amma bir də var deyirəm ki, evdən bəri gələndə, evdən bəri dənə qoşuldu. Onda olacaq təbii ki, qoşma. Gəldik burada yalnız təkcə sözlərinə. Yalnızla təkcə bir-birini əvəz edəndə əksər hallarda ədat olacaq. Məsələn, deyirəm ki, yalnız sən bunu bacara bilərsən. Bir də deyirəm ki, təkcə sən bunu bacara bilərsən. Bunun ikisi də ədat olacaq. Bir də deyirəm ki, o evə təkcə getdi. Nə etdi? Getdi. Kim? O. Hara getdi? Evə getdi.
Necə getdi, hansı tərzdə? Təkcə getdi. Burada müstəqil olaraq gördük ki, zərf oldu. Ondan sonra da vergül qoyacaq. Niyə mübtəda vəzifəsindədir, özündən sonra isim gəlir. Belə. Bu da oldu bizim yalnız və təkcəmiz. Bunun yerinə yalnız da deyə bilərəm. O evə yalnız getdi. Amma bir də var, məhdudlaşdırma mənasında olanda ədət olur. Yəni ki, başqalarını qoyuram bir kənara, deyirəm, bunu ancaq sən eləyə bilərsən. Mənə yalnız sən kömək eləyə bilərsən. Ancaq sən bacara bilərsən bu işi. Bu tip mənada olanda yalnız və təkcə sözlər ədət olacaq. Amma yalnız getdi, necə getdi, hansı tərzdə getdi, təkcə getdi, zərf olacaq. Gəldik zərf, sifət, qoşma olan sözlərə. Biz bilirik ki, bayaq da dedik, qoşmalar nəyə qoşulur? Hal şəkilli sözlər. Məsələn, evə doğru, evə yaxın, evə, burada evə tək deyə bilməyəcəm. O dəkdir də, çünki məsafə bildirən. Evə yaxın, bir də deyə bilərəm ev tək. Ev tək deyə bilərəm, bənzətmə bildirə bilər. Deməli, tək sözü ümumiyyətlə biz bilirik ki, tək ümumiyyətlə çox olur da. Məsələn, tək getdi desəm, zərfdir, düzdürmü? Tək adam desəm, ismə aid də artıq burada sifətdir. Məsələn, ev tək deyəndə, ev tək bənzətmə bildirən qoşma olacaq. Yəni, bu şəkildə fərqlikləri var. Gəl, yaxın sözü, evə yaxın, evə doğru, qoşuldu yönlük hala, bir yerdə cümlə özvü olsa olacaq qoşma. Amma desəm, yaxın gəl. Gələ aiddir də, hərəkətin necəliyini bildirir, artıq olacaq zərf. Və yaxud desəm ki, doğru danış həmişə. Doğru danış. Həmişəni yazaq burada. Həmişə doğru danış. Danış nə et? Danış. Necə danış? Hansı tərzdə? Doğru. Görürsün, müstəqil cümlədir. Müstəqil cümlə üzvüdür daha doğrusu. Amma burada yönlük hala qoşulur, onunla bir yerdə olur. Deyirəm, evə doğru getdi. Getdi, nə etdi? Getdi. Evə doğru bir yerdə olacaq cümlənin zərfliyi. Amma burada ayrıca olur. Qoşmanın ən rahat fərqləndirmə üsulu dediyim kimi, qoşulduğu sözə baxacaq, hal şəkilsinə qoşulur, onunla bir yerdə cümlə üzvü olur, ayıra bilmirəm. Amma zərf olanda müstəqil olur. Sifət və zərf olaraq necə ayırıram? O zaman da baxacam, məsələn, getdiyə aidsə, getdi nə etdi? Hərəkətdir, feildir. Feilə aiddirsə olacaq deməli zərf. Amma adam, ismə aidsə, tək adam, tək insan, tək qız bu şəkildə olacaqsa olacaq sifət. Bu qaydamızda bu qədər. Ümid edirəm ki, sizin üçün aydın oldu. Növbəti qayda videolarımızda görüşərik. Hələlik.